ölenlerin, əvvatın ruhuna salavatla zikriləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Elhamdülillah, elhamdülillah, elhamdülillah ve salatu ve selamu ala seyyidina Muhammed ve ala alihi tayyibin tahirin ve lanatullahi ala a'daihim ecma'in. Thumma ba'd. Assalamu aleykum cemiyen ve rahmetullahi ve berekatuhu. Aziz ve mehriban xalqımın dəyərli övladları, təqvalı və mümin qardaşlarım, sizləri bugünkü gündə, gözəl gündə Peyğəmbərimizin, Həzrəti Rəsulullahın Mövlüd günü münasibəti ilə, Mövlüd deyəndə, yəni doğum günü münasibəti ilə hamınızı ürəkdən təbrik edirik. Hər şeydən öncə bilirsiniz ki, hər məclisdə Quran-ı Kərimə, Allah sözünə üstünlük verilir. Və buna görə ustadımız bizləri qari Fəzrəddin qardaş Quran-ı Kərimin ayəsi ilə feyziyab edəcək. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ما كان على من حرج فيما فرض الله له سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا وكان أمر الله قدرا مقدورا الذين يبلغون رسالات الله الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله وكفى بالله حسيبا ما كان محمد أبا أحد من رجالكم ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم
النبي وكان الله بكل شيء عليما. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا. هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما. صدق الله العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Kardeşler, bildiğiniz gibi Hicri tarihi ile 1436 yıl Rabiul Evvel ayının 17'si yanvar ayının 9'una tesadüf etmiş. Hazreti sevimli Resulullah'ın mevlid günüdür ve Hazreti Cafer Sadık Aleyhisselam'ın mevlid günü tesadüf etmiştir. Bu güzel günde, bu nurlu günde biz dini rehberimiz Seyyid Mirhabil'e sözü veririk ki bize bir hutbe etsin. Buyurun. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasihin ve mu'in. ثم الصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين. اللهم صل على محمد وآل محمد. قد قال الله الحكيم في كتابه الكريم بعد أعوذ بالله من الشيطان الرجيم النبي أولى بالمؤمنين من أنفسهم. Sadaqallahul aliyyul azim. Söhbete başlamazdan evvel bu iki güzel gün münasebeti ile bütün peygamberlerin sonuncusu olan ve bütün Allah məxluqatının en şerafetlisi ve en azizi olan Muhammed ibn Abdullah ve imametin altıncı parlağı olan İmam Sadık aleyhi afdalüssalatu vesselam mevludları, doğum günleri münasebeti ile evvelden meclisimizin sahibi olan, zamanımızın imamı olan İmam-ı Zaman ağaya təbrik deyirəm. Sonra ise bütün Müslüman aleminde Müslüman alimlerimize, merzi'uddinlerimize, fəqihlerimize ve o cümleden Müslüman bazı kardeşlerimize ve siz Muhammed ve Al-Muhammed aşıklarına bayramınız mübarek olsun deyirəm.
Allah Tebareke ve Teala Kur'an-ı Kerim'de buyurur: "En-nebiyyü evlâ bil mu'minîne min enfusihim." Peygamber salavatullah evladı en üstündür müminlerden, müminlerin özleriyle. Yani Peygamber salavatullah müminlerin özlerinden de çok üstün ve faziletlidir. Bu ayenin baresinde artık vaktimiz bazı sebeplerden ötürü biraz dar olduğuna göre çok siz azizlerin vaktini almayacağım. Allah Tebareke ve Teala ki buyurdu: "En-nebiyyü evlâ bil mu'minîne." Peygamber salavatullah müminlerden bile çok üstündür. Bu ayəni Allah Tebareke ve Teala Peygamber salavatullah'a deməkdən məqsəd, əsas mətləb görəsən nədir? Peygamber insandan üstün oldu. Amma Peygamber barəsində Allah digər ayədə buyurub ki, Peygamberin dili ilə mən də sizin kimi bir dənə bəşərəm. Amma Peygamberlə insanların fərqi oradadır ki, Allah Muhammed salavatullah'a vəhiy nazil edirdi. Amma adı mənə, sənə, müminə Allah vəhiy nazil etməz. Bu bir nöqtə. Əsas bu ayədə nöqtə ki, Allah Peyğəmbəri niyə vəli qərar verdi? Allah Peyğəmbəri niyə insanlardan üstün qərar verdi? Məqsəd nədir? Allahın məqsədi nədir? Hədəfi nədir? Əsas məqsəd bundan ibarətdir ki, Peyğəmbər salavatullah'a bu məqamı ondan ötürü Allah əta elədi ki, üçün Peyğəmbər salavatullah insanların qayğısına özündən də çox qayğı bəsləyirdi. Ondan ötürü ki, Allah Teala bunu vəli qərar verdi, Peyğəmbər salavatullah bütün müsəlmanların həmminə şərik olurdu. Bütün müsəlmanların qəmminə şərik olurdu. Bütün müsəlmanların məsuliyyətin Peyğəmbər öz boynuna götürmüşdür. Elə fikirləməyək ki, Allah Teala Peyğəmbər salavatullah'a bu boyda məqam verdi, onu elə belə yerdən verdi. Peyğəmbər salavatullahın boynuna Allah Teala o qədər məsuliyyət qoymuşdu. Həmən məsuliyyətin müqabilində Allah Peyğəmbəri Əşrəfül Xəlaiq adı verdi. Yəni bütün məxluqatın ən şərafətlisi. Seyyidül Ənbiya, bütün Peyğəmbərlərin ağası, seyyidi, mövlası qərar verdi. Və bu cür adları Allah Peyğəmbər salavatullah'a verməkdən məqsəd, əsas hədəf o idi ki, Peyğəmbər salavatullah bütün insanların istər cəmiyyət məsələsində, istər islahı məsələlərdə, istər insanın hidayəti məsələsində olsun, bütün məsələlərdə Peyğəmbər salavatullah'a bütün müsəlmanlara qayğı göstərirdi. Və həmən qayğı göstərmək vəzifəsi onun boynunda borc idi bir müsəlman kimi. Və eyni vaxtda da bir Peyğəmbər kimi boynunda bir dənə məsuliyyət qalmışdı ki, Peyğəmbər salavatullah bütün müsəlmanların dərdinə şərik olmalıdır. Neymiş ki, bir insan eşidə ki, Allahın bu ayəsi ki, Allah buyurdu ki, Peyğəmbər müminlərdən belə ən üstündür. Bu məsələnin özü insanları təəccübə gətirsin. Xeyr, bu insanları təəccübə gətirməməlidir. Ondan ötürü ki, əvvəla Peyğəmbər salavatullah məsumdur. Allah tərəfindən seçilmiş bir şəxsiyyət idi. Və eyni qaydada Allahın yer üzərində olan vəkili idi. Allahın yer üzərində olan bir vəkili idi ki, insanları Allaha bağlasın. İnsanları Allaha tərəf aparıb çıxarsın. Və amma qeyri ayələrə nəzər salsın ki, çoxlarımız bu ayələrdən agahdır ki, Allah Təbarəkə və Teala Peyğəmbərlərin hamısını göndərdi insanları hidayət eləsin. İnsanlara müjdə versin.
Xüsusən də Muhammed ibn Abdullahı Allah seçdi, Allah gönderdi ki insanlara çatdırsın ki insan əgər Allahı və Allah Peyğəmbərin qəbul eləsin, səni mən bu dünyanın neymətlərindən də üstün olan neymətlərlə müjdələndirib sənə cənnət əta elərəm. Və o cümlədən də Allah Təbarəkə və Teala Peyğəmbər Səlavatıllahı dünyaya gətirdi və dünyaya gətirdikdən sonra bütün aləmi Peyğəmbər Salavatullahın nuru ilə işıqlandırdı. Məlum məsələdir, Peyğəmbər Salavatullahın nuru ilə Peyğəmbər Salavatullah dünyaya gəlməmişdən öncə dünya nurlanmışdı. Amma yenə də Peyğəmbər Salavatullah gözəl, mübarək, nurani vücudu ilə dünyaya göz açdı və dünyaya göz açdıqdan sonra bu aləmi işıqlandırdı. Və bildiyimiz kimi Peyğəmbər Salavatullah'a dünyaya gəldikdən sonra bir müddət sonra anası dünyasını dəyişdi və bəzi tarixə əsasən Peyğəmbər Salavatullah anası bətrində olanda artıq atası dünyasını dəyişmişdi. Amma bəzi tarixlər yazır ki, Peyğəmbər Salavatullah dünyaya gələndən 2 ay sonra Peyğəmbərin atası dünyasını dəyişdi. Və Peyğəmbər Salavatullahın atasının dünyası dəyişməsi, Peyğəmbər Salavatullahın anası bir neçə ildən sonra dünyasının dəyişməsinə səbəblər alimlər qeyd edir ki, ilahi bir dənə hikmət, ilahi bir dənə səbəb idi. Niyə? Çünki Allah Təbarəkə və Teala ki, Peyğəmbər Salavatullahın boynuna böyük bir dənə vəzifə qoyacaqdı. Allah risaləsin, Allah şəriətin, Allah hökmün insanlara, cəmiyyətə, Allah məxluquna çatdırsın. Peyğəmbər Salavatullah layiqincə bu şəriəti insanlara çatdırmaqdan ötürü gərək bütün təsiratdan uzaq olaydı. Yəni, ata təsiratından, ana təsiratından, ana eşqindən, ata eşqindən uzaq olub, bütün eşqi məhəbbətin yalnız və yalnız Allaha bağladı və Allahın məxluqatına özün bağladı. Allah məxluqatın laiqincə Allaha tərəf yönətməyə səy göstərdi. Bütün insanları hidayət etməyə bütün vasitələrdən Peyğəmbər Salavatullah istifadə elədi ki, insanlar islah olsunlar, insanlar hidayət olsunlar. Və onunla bərabər Peyğəmbər Salavatullah ki, Allahın yer üzərində olan vəkilidir. Və la yuqarriru illa fi salihil mujtama' vel ferd. Peyğəmbər Salavatullah həmişə öz vaxtından keçib, həmişə öz vücudu vasitəsilə, öz Peyğəmbərliyi ilə nə imiş ki, özün şərafətli tutsun, özün əziz tutsun, mən Peyğəmbərəm, özünü üstün tutsun, bəlkə də o boyda şəxsiyyəti ilə, mühtərəm vücudu ilə bütün insanların, cəmiyyətin məsləhətindən ötürü öz vaxtın və öz sərmayəsin və öz vücudun sərf edirdi. Bundan ötürü Allah Təbarəkə və Teala buyurdu ki, Peyğəmbər Salavatullah müminlərdən belə üstündür. Ondan ötürü üstün idi ki, yenə qeyd eləyək üçün Allah Təbarəkə və Teala bu əvləviyyəliyi, bu üstünlüyün özün Peyğəmbər Salavatullahın ki, boynuna qoymuşdu, həmin məsuliyyətin özü böyük bir dənə məsuliyyət və böyük bir dənə vəzifə idi insanın boynunda. Peyğəmbər Salavatullahın boynunda bir dənə böyük vəzifə idi ki, həmən vəzifəni gərək laiqincə Allah müqabilində yerinə yetirsin. Bir insana ki, bir dənə vəzifə verərlər, o vəzifənin müqabilində insan dərhal düşünüb, təfəkkür eləməlidir ki, bu vəzifə mənə verilməyib, mən oturam ustulumda, bu vəzifə mənə verilməyib, mən öz şənimdən ötürü, bu vəzifə mənə verilməyib, mən o vəzifəni özümə şöhrət biləm. Bəlkə də nə hissiyat keçirməlidir insan, nəyi təfəkkür etməlidir? İnsan onu təfəkkür eləməlidir ki, Peyğəmbər Salavatullahın həyatına nəzər salmalıdır. Təfəkkürdə, Peyğəmbərin əməlində tam aydın
və aşkar olacaq biz üçün ki, biz nəyi təfəkkür etməliyik, nəyi düşünməliyik. Peyğəmbər kimi şəxsiyyət nə edirdi? O vəzifəni insanlardan ötürü xidmət bilirdi. Əgər mənə bir dənə vəzifə verilibsə bu günləri, həmin vəzifəni mən Allah müqabilində özümə borc bilib insanlara xidmət etməliyəm. Vəzifədən asılı olmayaraq. Allah təbarəkə və təala istəyib səni qaldırıb, sənə bu vəzifəni verib, həmən vəzifəni sənə verməklə sənin boynunda yenə bir dənə məsuliyyət qoyub, qiyamət günü səndən soru-sual edəcək. Sənə bu vəzifəni verdim, həmən vəzifə müqabilində yaratdığım insanlara, məxluqata nəzürünə xidmət etdin. Bu cürünə vermişdir və Peyğəmbər salavatullah elə ki, artıq o vəzifə verildikdən sonra Mədinə şəhərində bir neçə dənə addımlar atıb İslami ayinlər yerinə yetirdi. Onlardan birincisi bu idi ki, Peyğəmbər salavatullah məscid bina elədi. Məscid bina etdikdən sonra 5 dənə nöqtə var orada. Birincisi məscid, amma mən İkisini siz əzlərin nəzərinə çatdıracam. Birincisi, Allah evin bərpa elədi, müsəlmanlar orada Allaha ibadət eləsin. Və ikinci nöqtə bu idi ki, əl-muaxad beynəl-muslimin, müsəlmanlar arasında qardaşlıq mədrəsəsin, qardaşlıq məktəbin açdı. Müsəlmanlar arasında qardaşlığı bərpa elədi, təsis elədi, bina elədi. Və həmən qardaşlığı bərpa etməklə bərabər bir-birlərinə qardaşlar, bir-birlərinə inansın deyibən onların qəlblərinə qardaşlığın məhəbbətinə kimi və onlara həqiqi qardaşına olmalıdır, hansı ki Allah təbarəkə və təala Qur'an-ı Kərimdə buyurur, Əl-Muslimu, Əxul-Muslim və yaxud da rivayətlərdə var. Və əsrəxu beynə əxavaykum. Mümin müminin qardaşıdır, müsəlman müsəlmanın qardaşıdır. Çalışırız bu müsəlmanlıq, bu qardaşlıq arasında islah edin. Və əsrəxu beynə əxavaykum. Bir-birinizin arazda islah eləyin, sülh eləyin, mehribansılıq yaradın. Və Muhammed sallallahu aleyhi və aleyhi və səlləm ikinci mühüm işlərindən ikinci işdə bu idi ki, müsəlmanları bir-birinə qardaşlıq elan edib və dini işlərdə və müsəlmanlar özlərinin arasında bir-birlərinə kömək etməkdə insanları dəvət etdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu qardaşlığı bərpa etdikdən sonra hətta tarix yazır ki, Muhacir və Ənsar tayfası ki var idi, həmən tayfalar arasında Peyğəmbər salavatullah nə etdi? Qardaşlıq bərpasından sonra qardaşlıq əqdini oxudu. Bəzi tarix yazır 75 dənə Muhacir oldu, 75 dənə Ənsar oldu. Onlar bir-birlərinin əllərini tutdu, hansı ki biz üçün bu günləri sünnət qalıb və özü də Aleyh ibn Əbi Talib aleyhimə abdallı salatu və salamın əlini tutdu, qardaşlıq əqidini oxudu. Peyğəmbər salavatullah bir sözlə laiqincə müsəlmanlar müqabilində, müsəlmanlar qarşısında İslamın qabağa getməsindən ötürü müsəlmanların bir-birləri ilə mehriban olmasından ötürü hər cür vasitələrdən istifadə etdi ki, müsəlmanlar bir-birləri ilə mehriban olsun. Və sonra Peyğəmbər sallavatullahın bir rivayətini siz əzlərin nəzərinə çatdırıb, sonra sözümü inşallah tamamlayacağım. Peyğəmbər sallallahu günlərin bir günü səhabələrinə tövsiyə edirdi, vəsiyyət edirdi. O ki, bu günləri biz yığışmışıq bura. Əsas yığışmağımıza səbəb nədir? Demək istəyirik, ey Allahın gözəl Peyğəmbəri, ey Allahın gözəl Peyğəmbərinin nəvəsi, biz gəlmişik, gəlişimizlə bildirmək istəyirik ki, Peyğəmbərin ki, ümməti bizə deyirlər, bizə ki, müsəlman deyirlər, biz İslamımızı, müsəlmançılığımızı bu günləri təzələməyə gəlmişik. Biz gəlmişik ki, beyətimizi təzələyək Peyğəmbər və al Peyğəmbərlə.
Həmən Peyğəmbər və Ali Peyğəmbərlə beyəti təzələməkdən ötürü gərək Peyğəmbər və Ali Peyğəmbərin sözünə, tavsiyələrinə, vəsiyyətlərinə əməl eləyək. Peyğəmbər salavatullah səhabələrinə buyurdu ki, ey mənim səhabələrim, İnnəkum lən təsə'un nasə bi əmvalikum. Heç vaxtı çalışmıyız, səy görsətmiz insanları öz var dövlətinizlə özünə tərəf gətirəsiniz. Və yaxud da səy görsətmiz ki, insanlara öz məhəbbətinizi öz var dövlətinizlə təsir qoyasınız. Öz məhəbbətinizi onların qəlblərinə bu cür əkəsiniz. Fəsə'uhum bi əxlaqikum. Səy görsədiniz, təsir qoyma istəyirsinizsə müqabil tərəfə, insanlara öz əxlaqınızla təsir qoyur. Hansı ki Allah təbarək və təala Peyğəmbər sallallahu barəsində buyurdu və innəkə lə'alə xuluqin azim. Həqiqətən də sən əxlaqın ən uca olan mərtəbəsindəsən. Əxlaqın ən uca olan meyarısən. Əxlaqın ən uca olan mayakısən. Əzəmətli olan ülcüsü Peyğəmbər sallallahu idi, əxlaqi nöqteyi nəzərdən, islahı nöqteyi nəzərdən, cəmiyyətə mənfəət vermək nöqteyi nəzərdən və o cümlədən də öz səhabələrinə tövsiyə edərdi ki, çalışın insanların qəlbinə təsir qoyanda, insanlara İslamımızı çatdıranda, insanlara Peyğəmbərinizi tanıtdıranda öz əxlaqınızla tanıtdırırız. Öz əxlaqınızla edə bilərsiniz ki, səy göstərsiniz, çalışasınız, öz İslamınızı, öz dininizi, öz əqidinizi insanların nəzərinə çatdırasınız. Allah'ın verirəm izzətinə, cəlalinə, Allah təbarəkə və təala bu məclisi bizim axiri məclis qərar verməsin. Allah'ın verirəm izzəti cəlalinə, Allah təbarəkə və təala Muhammed və Ali Muhammedə xatir bütün işğal olan torpaqları öz vətənlərinə qaytarsın, o cümlədən də xüsusən bizim doğma vətənimiz Azərbaycanımızın işğal olan torpağın tezlikcən sülh yolu ilə bizə qaytarsın. Allah'ın verəm izzət-i cəlalına, öz böylüyünə, bütün müsəlman ölkələrində şəhid olanları, o cümlədən Azərbaycanımızda torpaq uğrunda, vətən uğrunda şəhid olanları qiyamət günü Kərbəla şəhidləri ilə məxşur eləsin. Allaha and verirəm izzətinə, cəlalinə, əzəmətinə, öz böylüyünə, cismani və ruhani xəstələrimizə tezlikcən Muhammed və Al Muhammed Əli ilə şəfaət inayət eləsin. Allaha and verirəm öz böylüyünə, bugünkü günün sahibinə, övladı olmayanlara Allah salih və salim övladlar əta eləsin. Allah'a and verirəm öz izzətinə, öz qüdrətinə Allah bütün müsəlmanları bir-birinə raufi mehriban eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bu nurlu gündə bəşəriyyətin ən üstünü, rəhbərlərin rəhbəri Muhammed Mustafa sallallahu aleyhi ve sellem mövlüdündə xalqımızı, millətimizi, Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil edən cəmiyyətimizin sədri Sübhan müəllimə söz verilir. Əziz Azərbaycanlılar, əziz müminlər, danışmazdan əvvəl sözü Tataristan Respublikasında Azərbaycan Ağsaqqallar Şurasının sədri Rafael müəllimə verirəm. Əziz qardaşlar, bu əziz Peyğəmbərin anadan olduğu günü münasibətinə hər birinizi təbrik edirəm Ağsaqqallar adından. Sizə can sağlığı arzulayıram, ailənizə, özünüzə, balalarınıza, hər bir Azərbaycanlıya, hər bir müsəlman insanına xoşbəxtlik, ruzu bərəkət arzulayıram. Allah Teala hər birimizin dayağı olsun.
nəzərindən uzaqda olmayalım. Xalqımıza, cəmaatımıza, hər birimizə sülh, mehribançılıq, can sağlığı arzulayıram. Sağ olun. Allah bu bayramı mübarək eləsin. Sağ olun. Aziz Azərbaycanlılar, aziz müminlər, bugün Xatəm-i Ənbiyanın Resul-i Ekrem'in mevlududur. Mevlud günü münasibətilə Tataristanda yaşayan 20.000'den yuxarı Azərbaycanlılar adından sizləri təbrik edirəm. Ailə xoşbəxtliyi arzulayıram. Resul-i Ekrem özündən əvvəl, özündən sonra milyonlarla insanlar gəldi və bu həyatla vidalaşdı. Resul-i Ekrem'in gəlişi ilə yeni tarix yazıldı. Xatəm-i Ənbiyanın gəlişi ilə dünyanın xəritəsi dəyişdi. Resul-i Ekrem'e yox dediler. Hak sözünü kestiler. Ancak yine o var idi, var oldu. Ve bugün dünyanın Müslümanları onun, o büyük insanın ad gününü bayram edirler. O Resul-i Ekrem ki 4000 yıl bundan evvel Nuh öz gemisini xilas eləmək için onun adını ve Əhl-i Beytin adını Sami dilleriyle yazdırıp gemisinden astırdı. Ey Allah'ım, ey benim Allah'ım, benim köməkçim, lütf məhremetinle kömək et Rabbim, müqəddəs şəxslərin əzəmətinə and verirəm səni, kömək et mənə, müqəddəs şəxslərin adını oradan yazıb göstərmişdi həmin taxtada, Muhammed, İlya, Şəbər, Şübeyr, həm Həzreti Fatimə məlumat verəm. İlya, Şəbər, Şübeyr, Ali aleyhisselam, Həsən, Hüseyin, Fatimə. Bu tarihi bir faktdır. Moskvadan qədim arxeoloji muzeydə həmin taxta parçası saxlanır. Bunu Müslüman yazmıyor. Onu yazıb İngiliz alimi uzun illərin axtarışından sonra Sami dillərinin qədim dil müəllimi onu axtarıb tapdı, tərcümə elədi və tərcümə bütün dünyanı sarsıttı. O idi Muhammed Peygamber. O idi ki Adem aleyhisselam, Nuh, İbrahim Peygamber, İsa aleyhisselam onun adını öz halkına çattırdı ve dedi ki vaxt gelecek, son peygamber dünyaya gelecek, anadan olacak. Resul-i Ekrem Adem'den tutmuş özüne kadar yaranmış İslam'ı rendelenmiş halde beşeriyete verdi. Ona göre değiller ki peygamber yeni tarih yazdı. Aziz kardeşler, ben Peygamberler kitabını yazanda 3 yıldan yukarı kitabın üzerinde işledim ve
Kitabda ahırda söz verdim ki vaxt gelecek, Allah bana ömür versin, kuvvet versin ve Resul-i Ekrem hakkında ayrıca bir kitap yazın. Ancak o büyük bir şahsiyetin hayat faaliyetini yazmağa hele ben özümde güç tapar bilmiyorum. Bu yakınlarda Moskova'da bana tarih ilimleri doktoru, şair Ekrem müəllim kitap onun eline geçenden sonra onun özünü tanımıram ben ve elektron adrese böyle bir yazı gönderdim ki Peygamberler kitabı şerhde ilk defa yazılmış roman, poemalar şeklinde roman ve onu inşallah sizlerin ihtiyarına vereceğim. Senin tarifinle başlanır eser, yarandı hayatta izninle beşer. Ey aziz Allah'ım sen yaradan, sen alemlerde tek bir hükümran. Sen doğulmamışsan, varsan ezelden, ancak yaradırsan öz kudretinden, en gizli sirlere hakimsen özün, her şeye kadirdir tekbirce sözün. Dünyada en gizli sirler ki vardır, maksedi manası sana ayandır. Alemleri hele yaratmamıştan, Hatem Enbiya yarandı nurdan. Yoktan halk eledin, yoktan yarattın. Sen hazineydin, sirrini açtın. İstedin insanlar tanıya seni, tükenmez, azalmaz mürüvvetini. Dünyanı yarattın sen 6 güne. Ki insan sanmıyorsun özün kendine. Bir anda da halk eleyebilirdin. İnsanlara telesmemek öğrettin. Peygamberler kitabının ilk sayfasıdır. Aziz müminler, çok teessüfler olsun ki bugün özlerini Müslüman adlandıran